Hər vaxtınız xeyir, Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. 2015-ci ildə dünyada edam halları artıb. Wisconsin primary'sinin qalibləri Cruzla Sanders oldu. İslandiya baş naziri istefa vermədiyini deyir. Keçən il son 25 ildə dünya ölkələrində ən çox insanın edam olunduğu il olub. Amnesty International'ın açıkladığı bəyanatda deyilir ki, 2015-ci ildə təxminən 1634 nəfər edam edilib. Bu, ondan əvvəlki illə müqayisədə 54% çoxdur və İnsan Haqlarını Müdafiə Təşkilatının 1989-cu ildən bəri qeydə aldığı ən yüksək rəqəmdir. Edamların ən çox icra edildiyi 3 ölkə İran, Pakistan və Səudiyyə Ərəbistanıdır. Qeydə alınmış ölüm hallarının 90%-i bu ölkələrin payına düşür. Pakistanda edam edilənlərin əksəriyyəti terror hücumları ilə əlaqəsi olan adamlar deyil. İranda ekstremizm və terrorizmə qarşı mübarizədə əslində dissidentləri hədəf almaq üçün bəhanə kimi istifadə edilir. Ona görə də biz ölkələrin nə etdikləri və nə etdikləri haqqında nə deməsinə diqqət yetirməliyik, deyə Amnesty International'ın qlobal məsələlər və tədqiqatlar üzrə direktoru Audrey Gauguin bildirib. Məlumatda bildirilir ki, dərin narahatlığa səbəb olan bu rəqəmlər Çin hökuməti tərəfindən tətbiq edilən edam hallarını əhatə etmir. Burada minlərlə insanın edam edildiyi ehtimal edilsə də, ölüm cəzası dövlət sirri olaraq qalır. Edam cəzasının tətbiq edildiyi yeganə Avropa ölkəsi olan Belarus, həmçinin Vyetnamda da edam hallarının sayı açıqlanmır. Amerika qitəsində edam cəzasını tətbiq edən yeganə ölkə olan Birləşmiş Ştatların 6 ştatında 28 edam həyata keçirilib. Bu, 1991-ci ildən bəri ən aşağı rəqəm hesab edilir. İlk dəfə olaraq dünya ölkələrinin əksəriyyəti, yəni 102 ölkə ölüm cəzasını ləğv edib. 2015-ci ildə Madagaskar, Kongo Respublikası və Surinam ölüm cəzasına qadağa qoyan ölkələr sırasına qoşulub. ABŞ prezident yarışında ikinci yerdə gedən namizədlər üçün Wisconsindəki primary gecəsi yaxşı keçib. Telekanalların proqnozlarına görə Demokrat Bernie Sanders və Respublikaçı Ted Cruz partiyalarının nominasiyası uğrunda mərkəz Şimal ştatda keçirilən ilkin seçkilərin qalibi olublar. Texas senatoru Ted Cruz Respublikaçıların öndə gedəni Donald Trump'ı böyük səs fərqi ilə məğlub edib. Ohio qubernatoru John Kasich 3-cü yerə çıxıb. Hələ səs vermədən öncəki rəy sorğuları Cruzun qələbə çalacağını göstərirdi. Əksər namizədlər yarışdan çıxdıqdan sonra Respublikaçı establishmentin böyük kəsimi Texas senatoru Ted Cruz'u dəstəkləyir. Demokratlar arasında isə Bernie Sanders'in Hillary Clinton'ı məğlub etdiyi proqnozlaşdırılır. Lakin Vermont senatoru ilə sabiq dövlət katibi səsləri proporsional olaraq böləcəklər. Wisconsinə yollanmazdan əvvəl Sanders son 6 demokrat primaryzindən 5-ini udub. Lakin ümumi nümayəndə sayına, ələlxüsus super nümayəndə sayına görə Clinton birinciliyi əldə saxlayır. Ümummilli prezident seçkilərində momentum əldə etmək istəyən iddialılar üçün ilkin seçkilərdə qələbə dəyərli fürsətdir. Belə ki, Amerika boyu bütün ştatlarda keçiriləcək ilkin seçkilərdə Amerikalılar iki əsas partiyanın vahid namizədlərini müəyyən edəcəklər. Dünyaya Baxış web xəbər bültenini izləyirsiniz. Dərman preparatları istehsalçıları olan Pfizer və Allergan şirkətləri birləşmə planlarını təxirə salıb. Şirkətlərin rəsmi açıqlamanı çərşənbə günü edəcəyi gözlənilir. Ötən ilin noyabr ayında iki şirkət arasında birləşmə haqda 160 milyard dollarlıq razılıq əldə olunub. Razılığa əsasən Allergan kimi Pfizer vergilərin daha az olduğu İrlandiyaya köçməli idi. Bu, hər iki şirkətin daha çox maliyyəyə qənaət etməsinə səbəb ola bilərdi. Birləşmə müqaviləsinə əsasən isə indi Pfizer müqaviləni sona çatdırmaq üçün Allergana 400 milyon dollar ödəməlidir. Çərşənbə axşamı ABŞ prezidenti Barack Obama Pfizer planı ilə bağlı şərh verməsə də bu cür vergidən yayılma hallarının qlobal problem olduğunu deyib. Obama respublikaçılara nəzarət etdiyi konqresi vergi inversiyası praktikasına qadağa qoymağa çağırıb. Maliyyə naziri Jacob Lew konqresin üzərinə şirkətlərin bu praktikadan istifadə etməsinin qarşısını almaq kimi vəzifə düşdüyünü deyib. O, həmçinin əlavə edib ki, konqres bunu edənərək kreativ mühasiblər ABŞ vergilərindən yayınmağın yeni yollarını tapacaqlar. İslandiyanın baş naziri vəzifəsindən istefa vermədiyini bildirib.
İslandiyanın baş naziri və üzvü olduğu partiyanın vitse-prezidentindən qeyri-müəyyən müddətə kabinetə nəzarət etməsi ilə bağlı təklif verdiyini deyib. Baş nazirin ofisi yeni açıqlama verərək bildirib ki, Sigmundur David Gunnlaugsson Tərəqqi Partiyasının sədri vəzifəsini icra etməyə davam edəcək. Baş nazir Sigmundur David Gunnlaugsson Panama sənədlərinin açıqlamasından sonra minlərlə etirazçının istefa çağırışları ilə qarşılaşmışdı. O və onun xanımı Panamada hüquq şirkətinin köməyi ilə şirkət quraraq ölkədəki maliyyə böhranı zamanı milyonlarla dollar pulu İslandiyanın bank bondlarında saxlayıb. Baş nazir qeyri-qanuni fəaliyyətə yol vermədiyini və bütün vergiləri ödədiyini iddia edir. Sənədləri Almaniya qəzeti və başqa 100 media orqanının da təmsil olunduğu araşdırmaçı jurnalistlərin beynəlxalq konsorsiumu bir il çəkən araşdırma ilə üzə çıxarıb. Mühüm xəbər və reportajlarımızı habelə bloqlarımıza Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizlə sağollaşıram. Salamat qalın.